Salam aleykum xanımlar, kanalıma xoş gəlmisiniz. Sizə bir izləyicinin xahişi ilə video çəkmək istəyirəm. Hicabların növünü göstərmək istəyirəm. Hamısını, gözəllərimizi bura düzmüşəm. Bir tərəfdən yaxşıdır bura düzdüm, çünki polkaların üst hissəsindən hamısı hicabları düşürtmüşəm. Kakraz oraları rahat silərəm. Yoxsa hər dəfə onları düşürt, oranı sil biraz çətinlik yaradırdı. Yəni o yan eləyirdim, silirdim, bu yan eləyirdim, silirdim. Yəni savab iş görmüş oldunuz. Bunları bir düşürtdüm. Həm dedim çəkim, həm də ki sonra gedim oraları, polkaları rahatlıqca silim. Nəysə, başlayırıq bu modeldən. Bunu mən tərifləmişdim bu modeldən. Sadəcə olaraq rəngləri bitib. Bir dənə bu qalıb hələ ki. No, inşallah ki sifariş verilmişdik. Sadəcə olaraq rəngləri olmadığına görə gələn sifariş eləyib gətirəcəyik inşallah Allahın izni ilə. Baxız, arxası belə Kaliforniya modeldir, parçadır. Arxası, yəni ki Kaliforniyanın da növləri var. Keyfiyyətli olanları və keyfiyyəti zəif olanları. Nəysə, bu məsəl üçün keyfiyyəti yüksək olan modeldir. Dediyim kimi bura belə tikişi olan, içərdən iplə bağlanan modeldir. Amma burada tikişi olmayan, belə üst-üstə gələnlər ipi olmayanlardır. Bu ipi olandı. Belə çox qəşəng görünür. Burada çənəsi də bağlanır. Buna ipi olana Boniyə məncə ehtiyac yoxdur. Düzdür, yoxlamamışam, amma tam belə bağlanır deyə burada ehtiyac yoxdur da məncə geyməyə. Sonra keçirik buna. Bundakı həmçinin bu Kaliforniya materialı aldı. Bizdəkilər çox hamısı Kaliforniya materialıdır. Maslalar biraz azdır bizdə. Masal olanları da göstərəcəm sizə. Deməli belə, bu Kaliforniyadır. Arxa hissədən belə rezin, boğaz hissədən belə qatlarla ikili dəsti, bonisidir və belə. Belə bir modeldir. Sonra keçirik buna. Bu masladır bizdə. Belə yazı ilə hicab, sadə sport hicab gedir bu. Budakı əl işləmələrlə belə papaqlardır. Onu da qoymuşam ki göstərim deyə. Sonra bu videolarda göstərmişdim. Danışmışdım bunun haqqında. Bu da Kaliforniya materialıdır. Bu ilə məsəl üçün bu da Kaliforniyadır. Məsəl üçün buna da və buna toxunanda hiss olunur da fərqləri. Və modelləri yan-yana da qoyanda hiss olunur. Bu belə dalğavari, bu isə belə düz. Bunları mən nə ilə fərqləndirirəm deyirəm müştərilərə. Bu məsəl üçün ukladkalı saç kimidir. Bu isə ukladkasız belə. Yəni bunun belə üstünlüyü burada tikişi var. Üzə daha yaxşı oturur və burada da belənçi tikişi var deyə belə üçbucaq kimi qalır da. Belə dalğavari yox. Bu hissəsi də belə üçbucaqdır. Bunların belə kvadrat olanı da var və üçbucaq olanı da var. Bu da ikili dəsti, bu da ikili dəsti. Sonra keçirik bu. Bu da Kaliforniya materialıdır. Bu da belənçidir. Knopka ilə bağlanır. İstənilən belə açıq da saxlaya bilər. İstənilən bir tərəfi arxaya, bir tərəfi qabağa. Belə. Bunun çarpazı da var, yumrusu da olur. Bu daha çox bu dəfə yumrularını sifariş vermişik. Sonra bu da Kaliforniya materialıdır. Bu da belənçi kasınka hicab deyilir. Bu Boniyə ehtiyac var buna. Belədir. İstəyən belə açıq da saxlaya bilər. İstəyən belə düyün də vurub geyinə də bilər. İstəyən belə arxaya bir tərəfini atıb da. Bu da həmçinin kasınka hicaba oxşuyur. Sadəcə olaraq bunun elə bil ki, görürsünüz bu tikiş böyürdən gedir. Bu elə bil ki, bir tərəfi belə bu qabağa atılır, bu isə arxaya atılır. Bunun bizdə belə tam belə qaşlısı da var. Bir təzə gətirdiklərimizin içində bunun seyrək qaşı olanlar da var. Parça nə rəngdirsə qaşlarda eyni rəngdə olanlar. Bu biraz çirişçur belə qaşlıdır. Bunun sadə variantları da var. İndi baxım görüm tapasam gətirim. Baxız. Görürsünüz bunun qaşları seyrəkdir. Bunun da qaşları belə seyrəkdir. Onunki kimi qaşlı deyil. Bunlar da Kaliforniya materialıdır. Belə. Sonra davam eləyirik. Bu da Kaliforniya materialında sadə yox, sport qaşlı. Bunun sport qaşlısı da var, sport mərmərlisi də var, sport sadəsi də var. Sadəsi qaşlı seçnəsizdir. Mərmərdəki belə mərmər teksturalı beləsinə deyilir. Sonra zərlilər də olur. Bunların beləcə zərlərlə olan da var. Bu Marokko hicabdır. Belə arxadan belə bağlanır. Bunu adətən sırğa taxanlar bunu alırlar. Adətən biraz bu hissəsi açıq qalır. Məsəl üçün bu mənə heç yaraşmır bu hicab. Bu isə ayrıcadır. Ayrıca satışda da elə belə bəzək kimi taxmışam başa. Ki həm də görünsün deyə. Belə bunun da rəngləri var. Bunun da deyəsən çarpazı, çarpazı yumrusu var. Bunlar da yeni gətirdiklərimizdəndir. Mərmər teksturalısı olan da var. Sadə anatonli olan da var. Belənçi kepka modeldir. Ayrıdır bunlar. Sonra bu da təzə modellərdəndir. Belənçi setka kimisi və belənçi çepi də var. Bu isə ayrıcadır. Sadə sport hicab. Yəni belənçi. Bu isə bizim iki özünün razı gözəlçələrimiz. Bu sport hicabdır. Dağıstan modeli. Belə üstdən olan tikişi
olandı. Bunların elə bil ki, qara fonda göy tikişlisi də var, ağ tikişlisi də var, beləncisi də var, başqa rəngdə bordoverin üstündə qara tikişlisi də var. Sonra bu isə qaryanka modeldir. Qaryanka model. Bu da içərdən belə bağlama yerləri var. Belənci boniyə ehtiyac yoxdur, tam sıx qalır. Bu model də hər adama yaraşmır. Məsəl üçün mənə heç yaraşmır bu model. Amma bəzi elə xanımlar var ki, çox qəşəng qalır o xanımlara bu modellər, bu hicab növü. Sonra bu Misirin şərfidir. Ara belə uzunlamasına prosta ütülənməyib deyə belə səliqəsiz görünür. Belə qatı kimi eləmək olar. Məsəl üçün uzun, bu da üstdəki qatı qısa da eləmək olar, uzun da eləmək olar. Belə bu da ki niqabı ayrıcadır. Sonra şərflərimizi də göstərim. Belə bir şərf də var. Məsəl üçün burada çox gözəl materialı var. Elə bil ki, bir tərəfi tünd yaşıldan gedir, qəhvəyi rəngi kimi belənci iki tipdə. Elə bil ki, bu tərəf qabaq hissəsi eləsəz tam fərqli görünür. Sonra fırladıb bu tərəfdən şərfi taxsaz, elə bil ki, yaşıldan baş hissəsi yaşıldan iki şərf kimi olmuş olur da. Bunun iki rəngi var. Bir belə yaşıldan belə kafeyni rəngə, kapuçino rəngini çalan, bir də var ki, belə qəhvəyidən tünd, açıq gedə-gedə açılır elə bir rəngi. Çox gözəl şərfdir. Orta yaşlı xanımlar üçün, yaşlı xanımlar üçün çox qəşəng qalır. Beləcə orqanza qaşlar olan da var. Qaşlı olan da. Sonra orqanzalarda rəngləri var. Bu buranın deyil. Nəysə, bura yerini tapmaq lazımdır. Nəysə, orqanzalarda, sonra belənci şərflərdə cürbəcür. Belənci qaşlılar da var. Belə. Sonra cürbəcür belə şərflər var. Sonra belənci Kaliforniya materialında şərf var. Belə qaşlı olan. Sonra belənci mərmər teksturalı, zərli Kaliforniya belə şərflər də var. Materialları çox qəşəngdir. Bunlardakı kvadrat kasınkalarda. Bunlar hamısı belənci. Bunların da rənglərindən gətirəcəyi inşallah buruq belənci şərflər. Bunlardır. Sonra belənci niqablı hicab mı deyim, nə deyirlər buna? Belə bir şeydir. Sonra tək hicab, Misirin hicabı da var. Niqab kimi də taxmaq olur. Tək qısa Misirin niqabı da var. Bu. Sonra belənci üçbucaqlı uzun hicablar da var. Bu da Misirin həm niqabı var üstündə, həm də ki belə uzun bir şeydir. Bu da niqab Misirin kölgəli uzun niqabıdır, ipsizdir. Bu da maslaların belə uzun Firdevs modeldir. Firdevsin bu uzundur, amma bonilər yoxdur. Bunların qısaları da var. Böyüklər üçün də var Firdevs rəngləri də var. Bir də uşaqlar üçün də Firdevs var. Bir də maslalar var. Bunlar Kaliforniyadır. Masla olan da. Sonra bu şərflərdən çox, bunları hələ demədim. Bunlar da uzun belənci hicablardır. Uzun, arxadan da uzun, qabaqdan da uzun. Kaliforniyadır. Bunlar da qəşəngdir. Belə başı belə rezinka ilandır. Sonra bu şərflərdən çox xoşum gəlir. Materialı həm klassik kimi gedir, həm sport kimi gedir. Belənci stirc materialında çox qəşəng oturur başda. Səliqəli. Müştəri kimə göstərəm, hamısının xoşuna gəlir bu şərflər. Bu da bunların rəngləridir. Bu da ki, belənci Kaliforniya. Bu Mayçının kimi elə bir daha çox belə dalğalı, ətəyi dalğalı olandır. Bunlar makaronka şərflərdir, bu da rəngləridir. Sonra bunlardan bitib, bunlardan gərək gətirməliydim, unutdum. Nəysə, gələn dəfə bunların da rənglərini gətirərəm. İki rəngi qalıb. Bunlar da Kaliforniya şərflərdir. Sonra bu da mərmər teksturalı şərflərdir. Gətirdim dünən rəngləri. Belə fərqli rənglərdədir. Baxız, mavi bozla, bordovoy bozla, qara bozla, göy qara ilə, sonra qara qızılı ilə, xaki rəngi bozla, göy, tünd göy, açıq göylə. Bu da belə qarçiçini rəng. Bu da canlı sin ilə, tünd göylə, açıq göy, kariçimi ilə, qara. Belə də. Sonra, hicabların hamısı növlərini göstərdim də, sizə daha qalmadı. Bunları da göstərdim, bunu da göstərdim. Modellərimiz bunlardır hamısı. Belə. Sağ olun, salamat qalın. Yəni kimin nə sualı varsa, buyurub sual verə bilər. Alınsa video şəklində çəkib paylaşacağam. Alınmasa elə kommentlərdə cavablayaram inşallah.